uşaqlar, bunu konkret keçən dəfə mən səhv xatırlamıramsa qaydasını demişdik də, A kök 3 bölünsün 2. Bir də var, daxilinə çəkilən çevrənin radiusu məsələsi. Bəs daxilinə çəkilən çevrənin radiusu necə hesablanır? Kim deyər? Diaqonalın. Diaqonalın yarısı. Bəli, diaqonalın yarısı olacaq. Deməli belə. Yaxşı, gəlin davam eləyək. Baxaq buradan 7 nömrəli suala. 7 nömrəli sual kimin sualıdır uşaqlar? Kimin sualıdır? Bir dənə desin 7. Heç kimin sualı deyil. Müəllim. Bu sualın şərtini nə deyir bizə qızım? Nə deyir bizə 27-də? Deyir müəllim, silindirin hündürlüyü oturacağın diametrinə bərabərdir. Onun tam səthinin sahəsi 24 pi metr kvadratıdır. Silindirin oturacağının radiusunu tapın. Qızım, hündürlük. Oturacağın deməli nəyinə bərabərdir? Diametrinə 2 bərabərdir. ilə bərabərdir. Asıl, yəni h bərabərdir 2r qaydasında, elə deyilmi? Buradan bura qədər məsafədə r-dir. Sənə deyir ki, tam səthin sahəsi 24 pi-dir. Sən bilirsən ki, silindirin tam səthinin sahəsi 2s oturacaq, üstəgəl s yanla hesablanır. İndi düsturun açmasını da 2s oturacaq nədir? 2 oturacaq açırıq, bir də s yanı açırıq. Hədə açmasını da 2r kvadrat üstəgəl 2 pi r h. Bəli. Bərabərdir sənə deyir 24 pi-yə. 24 pi-yə. Sən də buradan hər tərəfi 2 pi-yə bölə bilərsən birinci. Onlar r kvadrat üstəgəl rh bərabərdir 12-yə. Qızım, hündürlük də 2 radiusa bərabərdir deyə gətirib yerinə qoysan olur r kvadrat üstəgəl 2r kvadrat bərabərdir 12-yə. 3r kvadrat bərabərdir 12-yə. R kvadrat bərabərdir 4-ə. Və buradan radiusun 2 olduğunu görürsən. Radius 2-dir, səndən də elə radiusu soruşur. Cavab 2-dir, yaxşı? Bəli, başa düşdüm. Tamamdır. Bunu silirəm, gəlin davam eləyək. Uşaqlar, 8 kimin sualıdır? 8 nömrəli sual. Sənin sualındır, Jale. Oxu sualın şərtini, Jale, nə deyir bizə? Silindirin hündürlüyü h, o x kəsiyinin diaqonalı isə oturacaq müstəvisi ilə fi bucağı əmələ gətirir. Silindirin yan səthinin sahəsini tapın. Qızım, sənə deyir ki, hündürlüyü h-dır və diaqonal müstəvi ilə fi bucağı əmələ gətirir. Dən diaqonal çəkirsən, fidan diaqonal çəkirsən, bura fi-dir. Deməli belə. Uşaqlar, silindirin yan səthinin sahəsini soruşur. Yan səthinin sahəsini soruşur. Qızım, indi bizə başqa nə verib? O kəsiyinin deyir ki, diaqonalı isə oturacaq müstəvisi ilə fi bucağına gətirir. Yaxşı, bura 2 radius olduğunu bilirsən də, elə deyilmi qızım? 2 radiusdur. Sən bilirsən ki, yan səthin sahə düsturu s yan bərabərdir 2 pi r h-dır da, elə deyilmi? Razısan da bununla. Bəli. Deməli, qızım, bax bu fi bucağında qarşı katet var, bir də bitişik katet var. Teorem, hansı teoremdən istifadə eləyək, Jale? Kotangens. Bəli. Kotangens fi bərabərdir. Nəyin nəyə nisbəti? Qarşı katetin bitişik kateti. Bitişik katetin qarşı kateti. Yaxşı, bəlkə də orada səhv eləmisən. Buradan da cavab görürsən ki, hündürlüklə bağlıdır. Hamısında hündürlük var. Onda gəl buradan radiusu tapaq. Buradan 2r bərabərdir. Hündürlük vurulsun kotangensə. Yəni buradan çarpaz vurdun Jale. Buradan da radius bərabərdir. Hündürlük vurulsun kotangens fi bölünsün 2. Gətirib burada yerinə yazırsan qızım. Yəni 2 pi radiusun yerinə yazırsan hündürlük vurulsun kotangens bölünsün 2 vurulsun h yenə də. 2-lər gedir h vuranda h kvadrat. Yəni pi h kvadrat kotangens fi. Tamam mı? Jale Bəli. Tamam. Bəli. Kimsə bir nəfər əksildi qrupunuzdan. Kim əksildi? Əsma deyəsən yoxdur. Hə, Əsma gəldi. Əsman, başa düşdün qızım bu sualın izahını? Bəli. Tamam. Bəli, internet atmışdı, prosta ona gəlir. Tamam, quzusu. Bunu silirəm. Deməli belə, gəlin davam eləyək. Uşaqlar, indi 8 nömrəli sual da belə xoşbəxt oldu. Gəlin keçidək 12-yə. 12-ni kim bizə izah eləyər? Əslində baxmışdıq 12 ilə 13-ə.
Kim bizə izah eləyər 12 Mən ilə 3-ü? az hissədirsə 8-də 1, çox hissədirsə 8-də 7 idi də. Aysa bunun ucu əzbərliyini bir növ. Az hissəsi 8-də 1-dir, çox hissəsi 8-də, deməli 7-dir. Kimin sualı idi bu 12 ilə 13? Uşaqlar, baxın sizə deyir ki, burada su ilə dolu qab konus formasındadır. Rəhim suyu hündürlüyü boyu hündürlük boyu yarısınacan içdi. Suyun hansı hissəsi qabda qaldı? Hə, yarısını içib da, yarısını içib. Yəni elə bil sənə bax birincisi H1-dir, H1-dir. İkincisi isə 2H dəyərindədir, tamam mı? Uşaqlar, burada 2 dənə fiqur əmələ gəlir. Biri bu balaca konusdur. Balaca konusun hündürlüyünə H deyirsiniz. Böyük konusun isə hündürlüyü bunun 2 qatı olur. Çünki bizə deyir ki, rəhim suyun yarısını içdi. Yarısını içən zamanda buradan bura qədər olan məsafə hündürlükdür. Bu da hündürlükdür də, elə deyilmi? Uşaqlar, hündürlüklərin nisbəti də radiusların nisbətinə bərabərdir. Yəni 2-də 1 olacaq burada. İndi bizdən nəyi soruşur? Suyun hansı hissəsi qabda qaldı? Söhbət həcmdən gedir. Konusda həcm necə tapılırdı uşaqlar? Konusda həcm necə tapılırdı? V bərabərdir nəyə? 3-də 4 pi kubu. 3-də 1 pi kvadrat h-dır da normalda, elə deyilmi? 3-də 1 pi Bəli, kvadrat bəli. h. İndi uşaqlar, baxın hündürlüklərin nisbəti 2-nin 1-ədir. Biz də dedik ki, hündürlüklə radius düz mütənasibdir də. Onda radiusların da nisbəti 2-nin 1-ədir. Baxın, H1-in H2-yə nisbəti 2-nin 1-ədirsə, radiuslar da belədir. Radius 1-in radius 2-yə nisbəti 2-nin 1-ədir. Yəni, bir növ elə bilin ki, radius hündürlüyə bərabərdir. Onda bunu buna vuranda kub eləyir də. Yəni, elə bilin ki, V1-in V2 olan nisbəti 2-də 1-in kubu olacaq. Yəni, 8-də 1. Bu, buradan əmələ gəlir. Keçən dəfə mən sizə demişdim, kiçik hissə 8-də 1, böyük hissə 8-də 7-dir. Amma ki, bunun riyazi üsulu bundan ibarətdir. Yəni, cavabımız ona görə kub şəklində alınır. 8-də 1. Balaca hissə olduğuna görə bura 8-də 1-dir. Burada isə aşağı hissəsini soruşur. Yuxarı 8-də 1-dirsə, aşağı 8-də 7-dir. Nurcan, sənin sualın olmalıydı. Başa düşdün? Aydındır yoxsa yox? Nurcan, buradasan. De görün, başa düşdün yoxsa yox? Bəli. Tamam. Gəlin baxaq indi 14 nömrəli suala. Tünzəliciyi Mənim. Hədə? 17 ilə 30 nömrəli sual mənim sualım. Başqasının da sualı deyilsə, gəlsə silə bilərsiniz. Tamam. Uşaqlar, 17 kiminsə sualıdır, yoxsa silim? Tamam, sildim. Bir də hansı sual dedin? 30 müəllim. 30. 30-u deyəsən keçən dəfə izah eləmişik qızım. İzah eləmişdik. Bəli. Tamam. Deməli uşaqlar, harda qalmışdıq 14-də? 14 kimin sualıdır? Deyin görək. Mənim. Jale, oxu sualı. Mən Bəli. radiusu 6 sm olan kürənin daxilinə bərabər tərəfli silindr seçilmişdir. Kürənin səthinin sahəsi silindrin səthinin sahəsindən nə qədər böyükdür? Maraqlı sualdır. Bəni gözləyin, kompüterləri etkiyə qoyun. Deməli, nə deyir bizə? Radiusu 6 olan kürənin içinə bərabər tərəfli silindr çəkilib. Və kürənin səthinin sahəsi silindrin səthinin sahəsindən nə qədər böyük olduğu soruşulur. Kürənin səthinin sahəsini bilirsiniz də. Necə hesablanır Jale? 4 kvadrat. 4 pi kvadratıdır. Radius 6-dırsa 36, 36-nı 4-ə vuranda 144 eləyir də. 144 pi. Deməli, kürənin səthinin sahəsi 144 pidir. İndi bizə deyir ki, kürənin içinə, gəlin də şəkildə göstərək. Deyir ki, kürənin içinə, daxilinə bərabər tərəfli silindr çəkilib. Uşaqlar, bərabər tərəfli silindr nə deməkdir? Kvadrat. Ay, ox kəsik kvadratdır, yəni, bəli, düz deyirsiniz. Onda uşaqlar, məntiqlə fikirləşin. Tapın, əgər deməli, kürənin radiusu 6-dırsa, elə bilin ki, bu diametrdir da, hansı ki, silindrin də diaqnalı sayılır. Bu 12 eləmir. Razısınız bununla? Bunun 12 olması ilə. Onda kürəni da silirəm. Kürəni silim buradan. Kürəni sildim. Onda bura 12-dirsə, qızım,
sən buradan düzbucaqlı, üçbucaq qaydasından bilirsən də bu bərabər yanlıdır. Məsələn, bura x desəm, burada x-dir da. X olanda elə bil hipotenuz x kök 2 olurdu da. Nəyi kök 2-yə vuranda 12 eləyir ki, Jale? 3'ü yox, 2'ni. 3 kök ətdə 2-ni. Deməli, hər tərəfi kök 2-yə bölürsən, 12 bölünsün kök ətdə 2. İrrasionallıqdan azad etmək üçün qoşmasına vurarsan, bu da eləyir 12 kök ətdə 2 bölünsün 2. Daha doğrusu 6 kök ətdə 2 eləyirmiş, qızım. 6 kök ətdə 2. Deməli, tərəflər 6 kök ətdə 2-dir. Yaxşı. Deməli, bizim silindrimizin hündürlüyü 6 kök ətdə 2-dir. Sən də bilirsən də hündürlüyü 6 kök ətdə 2-dirsə, yəni burada 6 kök ətdə 2-dir. Onda radius bunun yarısıdır. Jale, bu hissə ilə razısan? Bəli. Tamamdır. İndi gedək bu silindrin səthinin sahəsini tapmağa. Uşaqlar, silindrin səthinin sahəsi hansı düsturundan tapılır? 2'ye oturacaq. Tam səth. 2'ye oturacaq plus yan Bəli, səth. 2s oturacaq. 2s oturacaq. Üstə gəl, s yan. Səthinin sahəsi deyəndə bəzən adam deyir, görəsən yan səthi yoxsa tam səthi. Əslində orada dəqiq qeyd eləməlidir, yan səth yoxsa tam səth. Amma indi biz tam səthə görə tapaq da, görək düzgün cavabı verir. 2 pi r kvadratı üstə gəl 2 pi r h. Burada yerinə qoyuruq. 2 pi radius 3 kök ətdə 2-dir. Kvadratı 9 2 18. Üstə gəl 2 pi vurulsun. Radius 3 kök 2-dir. Hündürlüyü 6 kök 2-dir. Vuranda 18 36. Deməli 36 pi-nin üstünə 72 pi gəlirsən. Bu da eləyir 98 pi. 98 nədir? Estağfurullah. 100 pi. Deməli 108 pi. Qızım, kürənin səthinin sayısı 144 pi-dir. Silindrin səthinin sayısı 108 pi-dir. Sənə deyir, bu bundan nə qədər çoxdur? Nə etməlisən, Jale? Çıxacam 36 var ki, 36 pi. Cavab da budur. Yaxşı. Всё, davam eləyək. Tamam. Deməli belə, Əsmam, nəsə aydın olmasa, uşaqlar mehri deyin, soruşun, bir də izah eləyək. Yaxşı. Tamam, indi baxın, 15-i tez özünüz tapın. Fidan, məclisdəsən? Xeyr, buradayım. Yaxşı. Fidan deyir, indi tort yeyə bilərdim. Gedək. Bəli, cavab D bəndədir. Deməli belə, gəlin baxaq 18-ə. Deyir ki, deyirsən buna mən dərsi izah eləyəndə baxmışdıq. Deyir ki, silindrin həcminin ən böyük olması üçün. Uşaqlar, biz demişdik, həcmin ən böyük olması üçün nə olmalıdır bu silindir? Kvadrat olmalı. H bərabər. Kvadratın d-nin kvadratı çıxılsın h-ın kvadratı bölünsün 4 kimi olur. Bunu sadələşdirəndə də pi bölünsün 4 vurulsun. D-nin kvadratı h çıxılsın h-ın kubu olur. Burada da həcmin maksimumunu istəyir, yəni ən böyük qiymətini istəyir. Ondan sonrasında törəmə ilə yazmışam. Törəməsini 0-a bərabər eləmişsən. Bəli. Deməli, uşaqlar, bilirsiniz nədir məsələ? Burada demir, burada konkret deyir ki, bu düz silindrin ox kəsiyinin diaqonalı D olan düzbucaqlıdır. Demir burada ki, bəs bunun deməli bu silindrin həcminin ən böyük olması üçün hündürlüyü nə qədər olmalıdır? Burada şərtdə konkret düzbucaqlı olduğunu verib. Düzbucaqlı olduğunu verməsəydi biz buna kvadrat deyərdik. Amma düzbucaqlı olduğunu verib. Bax, kvadrat olsaydı onda düzbucaqlı sözü orada artıqdır. Deməli, bunun sahəsinin törəməsi 0-a bərabər olmalıdır. İndi burada həcmi soruşduğuna görə həcminin törəməsini 0-a bərabər eləyirsiniz. Həcminin törəməsini. Bu sual sizə başqa yerdə də çıxacaq qarşınıza. Hansı dərsdə olmalıdır? Deməli, kvadrat dərsi, bu deyəsən piramida dərsində qarşınıza çıxacaq. Dördbucaqlı prizmada və s. bu qarşınıza çıxacaq. Onda sahəsinin törəməsini 0-a bərabər eləyəcəksiniz. Burada həcm dediyinə görə həcminin törəməsini 0-a bərabər eləyirsiniz. Deməli, ən böyük olması üçün. Onda gəlin gedək, buna nə deyək? Radiusumuz 2R dəyərindədir. 2R dəyərindədir.
Hündürlüyümüz isə h dəyərindədir. Keçən dəfə biz bu suala baxmamışıq. Bizim baxdığımız başqa sual idi. Deməli belə. Buradan bilirik ki, h-ın kvadratı üstəgəl 2r-in kvadratı bərabərdir d-nin kvadratına. Buradan radiusu tapaq. Radiusumuz eləyir 4r-in kvadratı. 4r-in kvadratı. Deməli, bərabərdir. D-nin kvadratı çıxılsın h-ın kvadratı. Buradan da radiusun kvadratını tapırıq. Deməli, nə? D kvadrat çıxılsın h kvadrat bölünsün 4. Tünzəli, sən də belə yazmışdın. Bəli. Bir də törəməni h-a görə tapmışdım orada. Aha. Həcmi. Tamam. İndi deyin görüm, silindrin həcm düsturu nədir? Pi h vur l kvadrat. Deməli, normalda silindrin həcm düsturu S oturacaq vurulsun h-dır da, elə deyilmi? S oturacaq vurulsun h-dır. Gəlin bunu hesablayaq. Bu da pi r kvadratı vurulsun h eləyir. Bərabərdir. Buradan biz radiusun kvadratını tapmışıq. Gətirib yerinə yazaq. Bu olur pi vurulsun. Deməli, d-nin kvadratı çıxılsın h-ın kvadratı bölünsün 4. Deməli, vurulsun h. Bu h-ı da vurub açsaq, bizim misalımız nə olacaq? Deməli, pi qalsın qarşıda. Pi ilə işimiz yoxdur. Ya da pi-ni də vuraq bəlkə elə birbaşa sürətə vuraq hamısını. 4də 1-i qabağa ataq bir dənə. Uşaqlar, məxrəci bir dənə qabağa ataq 4də 1-i. Deməli, qarşıda olur pi d-nin kvadratı vurulsun h, çıxılsın pi h-ın kubu. Bərabərdir. İndi bunun törəməsini sıfıra bərabər eləyirik və gedək buradan diaqonalı tapaq. Çünki bizdən diaqonalı soruşur da, onda gəlin bunu hündürlüyə görə törəməsini tapaq. Uşaqlar, bu buraxılış sualı deyil, çünki törəmə var burada və törəmə siz buraxılışa düşən məsələ deyil, qəbul məsələsidir. Deməli belə, törəməni keçənlər, deyin görüm, bunun törəməsi nə verir bizə? 4də 1 qalsın qabaqdan, 4də 1-dən işimiz yoxdur. Onsuz hər tərəfi 4də 1-ə bölərsiz, gedər o aradan. Neçə eləyir? Şey eləmir mənə. Hündürlüyə görə tapırsınız törəməni. D-nin kvadratı çıxılsın 3h kvadrat sıfır olurdu. Ay, sağ ol. Bu hissəni deyirəm sadəcə. Uşaqlar, bir dənə törəməni izah eləyim sizə. Baxın, misal üçün, x üstü 5-in törəməsini tapanda, Nurcan, bir dənə baxın buna. 5 qabağa keçir, qüvvət bir vahid azalır. Tamam mı? Qaydası belədir törəməni tapmaq. Qüvvətdə nə varsa qabağa keçir, qüvvət bir vahid azalır. İndi burada hündürlükdən bir dənədir. 1 qabağa keçir, olur pi d-nin kvadratı. Hündürlüyün qüvvətindən 1 çıxanda 0 qalır. H üstü 0-da 1 deməkdir də, at geçsin. Bunun mənası yoxdur. Çıxılsın. Bu tərəfdə isə 3 qabağa keçir. Pi h-ın kvadratı, deməli, nəyi qalır? H-ın kvadratı qalır da. Bərabərdir 0-a. Elə. Bizdən də nəyi soruşur burada? Bizdən nəyi soruşur? Deyir, silindrin həcminin hündürlüyü nə qədər olmalıdır? Gəlin hündürlüyü tapaq buradan. Deməli, hər tərəfi pi-yə ixtisar apara bilərsiniz. D-nin kvadratı çıxılsın. 3h-ın kvadratı bərabərdir 0-a. Buradan 3h-ın kvadratı bərabərdir d-nin kvadratına. H-ın kvadratı bərabərdir d-nin kvadratı bölünsün 3-ə. Hər tərəfdən kök alsan h bərabərdir d bölünsün kökətdə 3-ə. İrrasionallıqdan azad eləyən zamanda d kök 3 bölünsün 3 qalır. Uşaqlar, bir qayda olaraq yazın ki, dəftərinizə. Həcmin ən böyük olması üçün səhər bu sizin düzbucaqlı, deməli, prizmalarda da, paralelipipeddə də qarşınıza çıxacaq 4 bucaqlılar ailəsində. Törəməsi 0-a bərabər olmalıdır. Həcmin və ya sahənin ən böyük olması üçün, sahə çıxacaq qabağınıza. Ən böyük olması üçün törəməsi 0-a bərabər olmalıdır. Onu qeyd eləyin. Həcm də çıxa bilər, sahə də çıxa bilər qarşınıza. Hər iki halda deməli, törəməsini 0-a bərabər eləyəcəksən. Buradan alınır d kökətdə 3 bölünsün 3. Uşaqlar, buraxılış sualı deyil. Yəni, buraxılışa gedənlər yazmaya da bilər, qəbul sualıdır. Fidan bildin, Rəqsənə bildin, qəbula gedənlər, Aliyə. Bildim. Gedək davamına. Bir də bir şey deyim ki sizə, keçən dəfədə hansı suala baxmışdıq biz? Buna oxşar bir dənə suala baxmışdıq. Hansı sual idi o? Əvvəldə olmalıydı yoxsa? Orada h-ı 2 ilə bərabər eləyib cavab alırdı. Ay, sağ ol. Çünki orada deməmişdi silindrin
ox kəsiyinin düzbucaqlı olduğunu deməmişdi. Sadəcə demişdi ki, orada həcmi deməli ən böyük olması üçün nə olmalıdır? Əlbəttə ki, orada kvadrat olmalı idi. Amma burada konkret düzbucaqlı olduğunu dedi. Deməli, gəlin keçək 19-a. Uşaqlar, 19-u kim yazıb? Və ya kimin sualıdır? Deyin görək. Mən. Sənin sualındır. Belə baxanda buraxılış sualı deyil, Jalə. Amma gəl baxaq. Başqa kimin sualıdır? Mənim də sualım. Tamam. Tunzali sən yazmısan? Xeyr, mənim də Sənin sualım. də sualındır. Fidan sən yazmısan? Dəqiq yadımda deyil. Nurcan sən? Nurcan ümumiyyətlə buradadır ki. Nurcan burada deyil. Mehri sən yazmısan? Xeyr dedim də, mənim də sualımdır. Yaxşı, gəlin baxaq. Bizə deyir ki, alt oturacağının sahəsi üst oturacağının sahəsindən 4 dəfə böyük olan kəsik konusun daxilinə kürə çəkilmişdir. Bu deyil uşaqlar. Bircə dəqiqə mən konus çəkmişəm. Kəsik konusdur bu. Gəlin bir dənə kəsik konus çəkək. Deməli. Deyirsən bu keçən dəfəki suala oxşardı bəlkə də. Oxuyun birinin sualın şərtini. Nə deyir bizə? Oturacaqların sahəsi fərqi alt oturacağının sahəsi üst oturacağının sahəsindən 4 dəfə böyük olan kəsik konusunun daxilinə kürə çəkilmişdir. Konusun doğranı ilə alt oturacağının arasındakı bucağı tapın. Buradan bir pi kvadratdır, bir də o bir də pi kvadratdır, amma biri o birindən 4 dəfə çoxdur. Deməli. Sənə deyir ki, alt oturacağın sahəsi üst oturacağın sahəsindən 4 dəfə böyükdür. Yəni onda belə çıxır ki, böyük pi kvadrat bərabərdir kiçik pi kvadratın 4 mislinə, elə deyilmi? Onda burada pi'lər ixtisar getsə, sən tapırsan ki, böyük radius kiçik radiusun 2 qatına bərabərdir. Elə deyilmi uşaqlar? Bundan razısınız? Deyir ki, böyük oturacaq kiçik oturacaqdan 4 dəfə böyükdür. Onda belə çıxır ki, böyük oturacaq kiçik radiusun 2 qatına bərabərdir. Onda uşaqlar məlum məsələdir ki, buradan bura qədər kiçik 2 yerdir, elə deyilmi? 2 yerdir. Onda bizim buradan bura qədərimiz neçə yer olacaq bütövlükdə? Deyin görək. Bütövlükdə neçə yer olacaq? 4'dür. 4'dür. Ay sağ ol. 4'dür. Çünki radius deməli kiçiyin 2 qatıdır. Yəni burada 2 yerdir, burada 2 yerdir, toplam 4 yerdir. Deməli belə, bunu yazaq. Bilirsiniz, bunun içinə kürə çəkildi deyə nə baş verəcək? Bunun ox kəsiyi trapesiya deyil. Trapesiyanın daxilinə çevrə çəkilibsə, kim qayda bilir? Qarşı tərəflərin cəmi bərabər olurdu. Qarşı tərəflərin cəmi bəli bərabər olur. Bu da kəsik konusdursa yan tərəflərdə bərabərdir də, elə deyilmi? Bərabər yanlıdır. Razıyıq bununla. Onda deməli qarşı tərəflərin cəmi, uşaqlar dördbucaqlının daxilinə çevrə çəkilərsə qarşı tərəflərin cəmi bərabər olur da. Biz bunu dördbucaqlılar ailəsindən keçmişik. O vaxt dördbucaqlının daxilinə çevrə çəkə bilərsən ki, qarşı tərəflərin cəmi bərabər olsun. Onda bu tərəf 2 yerdir, bu tərəf 4 yerdir. Toplayanda 6 yer. 2-yə bölərsən 3 yer. Yəni burada 3 yerdir, burada 3 yerdir. Nəysə, indi görək nə gəlir başımıza. Deyir ki, konusun doğranı ilə alt oturacaq arasındakı bucağı tap. Gəlin hündürlüyü çəkək. Hündürlüyü çəkdik. Bizdən bu bucağı soruşur. Fi bucağı deyək. Uşaqlar, mənə bir dənə deyin görək. Buradan bura qədər olan uzunluq neçə yerdir? Kim deyər? Neçə yerdir buradan bura qədər? 2. Niyə 2 yer? Axı bütöv radiusun özü 2 yerdir. Buradan bura qədər 2 yerdir. Onda bura. Bizim bax belə deyim də sənə. 2 dənə hündürlüyün ikisini də çəksən, görürsən ki, yuxarı 2 yerdirsə, bax buradan bura qədər 2 yerdirsə, buradan bura qədər də 2 yerdir. Toplam 4 yer idi axı. 4 yerdən 2 yer çıxırsan 2 yer, yarıya böl erir. Yəni burada erdi, burada erdi. Başa düşdünüz fikrimi? Aydındır sizə bu hissə? Burada da düzbucaqlı üçbucaq əmələ gəlir. Hansı teoremlə gedək? Nəyə nisbəti nəyə bərabərdir qaydası? Burada hipotenuzumuz var, bir də bitişik katetimiz var.
Kosinus. Deməli kosinus, bəli, kosinus fi bərabərdir. Nəyə nisbət uşaqlar? R bölü 3 Ay, R. bitişik katedən qarşı katedə nisbətə L'lər gedir, 3də 1 qalır. Deməli kosinus fi 3də 1-dirsə, siz bilmirsiniz axı kosinus 3də 1-i harda alır. Yəni bu baxımdan deyirsiniz ki, fi bərabərdir arc kosinus 3də 1. Çünki sən 3də 1-i harda aldığını bilmirsən. Gəldim mən. Xoş gəldin. Niyə belə gec gəldin? Hardaydın? İnternete getmişdik. Yoldaydım. Nəysə, 19 buraxılış sualı deyil, amma izah elədim. Video qeyddə baxarsan Nurcan, yaxşı? Hardasa 40-cı dəqiqələrdədir. 100%. 100% əminəm, buraxılış sualı deyildi, heç baxan da deyilsən. Uşaqlar başa düşdük, rəqsəni tutduq söhbəti. Baxın, adama bir şey gəlir ki, vahimə gəlir ki, deməli, kəsik konusunun içinə kürə çəkiblər, aləm deyəcək bir-birinə. Amma yox, kəsik, deməli, konusun, o kəsik trapesiyadır. Trapesiyanın içinə çevrə çəkiləndə bilirsən ki, qarşı tərəflərin cəmi bərabər olur. Tamam mı? Bunu unutmayın. Buradan yan tillər çıxır meydana. Yəni doğuranların qiymətini tapmış olursan. Nəysə uşaqlar, davam eləyək. Zələ deyir ki, mənə düşsə 100% yazacağam. Mən deyərəm bunu. Deməli belə. Nəysə. Yaxşı uşaqlar, 20 nömrəli sual. Oxu Jalə xanım. 20 nə deyir bizə? Oturacağının radiusu 9 cm, doğranı 15 cm olan konusun daxilinə kürə çəkilmişdir. Kürənin həcmini tapın. Deməli, kimin daxilinə konusun? Konus çəkək bir dənə, bircə dəqiqə. Kimin sualıdır uşaqlar bu? Mənim. Sənin sualında, elə adamını tapıbdı. Mənim də sualım var. Tamam. Uşaqlar bir dənə bir şey deyim. Radiusu 9-dur, doğranı 15-dir. Onda hündürlüyü nədir? 12. Pifagorla gedirsiniz də, elə deyilmi? Pifagor üçbucağı. Buradan hündürlüyü tapırsınız 12. Bura 12-dir. Yuxarıda qeyd eləyək. Konusun doğranı 15-dir, radiusu 9-dur, hündürlüyü də 12-dir. Hündürlüyü də 12-dir. Bizə deyir indi konusun daxilinə kürə çəkilib və kürənin həcmini tap. Biz də kürənin həcm düsturunu bilirik. Nədir kürənin həcm düsturu? 3'te 4 pi R. 3'te 4 pi kvadrat var. Pi kub var. 4 pi. Şurada per kubu değil. H yoxdur orada. 3'də 4 pi oldu sadəcə. Tamam mı? Mənim. İndi bizə nə maraqlıdır? Biz kürənin radiusunu tapmalıyıq. Kürənin radiusunu tapmaq üçün nə edə bilərik? Kimin fikri var? Kürənin radiusunu tapmaq üçün nə edə bilərik? Buradan nədən gedə bilərik görəsən? Aha. Üç bucaq yaranır ya orada o kəsiyə. Onun ne yarım perimetrine bölebilərik üç bucağın? Ay, sağ ol. Afərin sənə. Deməli, uşaqlar, gəlin bunun yenə bayaqki kimi o kəsiyi qaydası ilə baxaq. Bu konusun o kəsiyi üçbucaqdır da, bərabər yanlı üçbucaqdır, elə deyilmi? Yan tərəflərinin 15, 15. Deməli, oturacağının da 18 olduğunu bilirsiniz. 9, 9, 18. Əsma, yaxşı? Baxın, bura 15-dir, burada 15-dir. Buradan bura qədər 9-dursa, buradan bura qədər də 9-dur. Bunun daxilinə elə bilin ki, çevrə çəkilib. Bunun daxilinə çevrə çəkilibdir. Bu çevrənin radiusunu tapmaq lazımdır. Bu çevrənin radiusu da elə kürənin radiusu deməkdir də. Dən gözlüyün şəkli normal çəkək. Niyə çəkilmədi? Dən gözlüyün. Uşaqlar, ixtiyari üçbucağın daxilinə çevrə çəkilərsə, radius hansı düsturla hesablanır? Birisi bölürük. İki yer bərabərdir nəyə qızım? Bölünsün A plus B plus C idi də uşaqlar. İki yerin düsturu. Üçbucaqda, ixtiyari üçbucaqda daxilə çəkilən çevrənin radiusu 2s böl A plus B plus C-dir. Sahəni hündürlüyü AH böl 2 ilə tapın. Sahəni AH bölünsün 2 ilə tapın. Hündürlüyümüz 12-dir, tərəfimiz 18-dir. Uşaqlar, sahə neçə eləyir?
AH bölü 2 ilə tapın. 18 neçə? 108. 108. 18-i 12-yə vurub 2-yə bölürsüz. Bu da 108 eləyir. Bölünsün oturacağın cəmini 15, 15, 18. 48 eləyir də toplayanda. Bu nə hesablamaq lazımdır? 2 ilə ixtisar gedir. 108-i də 24-ə böləndə neçə eləyir? Desən, neçə dəfə düşür? Ben tapıyorum. Neçə dəfə düşür? Nə düşür ümumiyyətlə? 3'ə ixtisar gedir. Misal üçün, yuxarıda qalır 36, aşağını 3'ə bölsək 8. Bu 4'ə ixtisar gedir. 9 bölünsün 2. Deməli, radiusumuzun qiyməti 9 böl 2 imiş. Uşaqlar, kürənin radiusunun qiyməti 9 böl 2'dir. Sizdən də kürənin həcmini soruşur. Kürənin həcmi də 3'də 4 pi kub deyil. Yəni, bunun kubu. Deməli, 2'də 9'un kubu. 2'də 9'u 3 dəfə özünə vurursunuz. Kubu da axı. Bunu hesablamaq lazımdır. 2, 2'nin 4, bu 4 ilə ixtisar gedir. 9'u 3'ə böləndə 3 qalacaq. İndi siz yuxarıda 3 vurulsun, 9 vurulsun, 9 pi'ni bölürsüz 2'yə. Uşaqlar, yuxarı ilə 81'i 3'ə vuranda 243 bölünsün 2. 243'ü də 2'yə böləndə neçə dəfə düşür? 121.5. Bitdi. Cavab bundan ibarətdir. Başa düşə bilirik. Baxın, bu dərsin video qeydi də var. Yəni, nəsə aydın olmasa, açıb bir də izləyərsiniz. Tamam mı? Bunu silirəm. Fidan, Aliyə, başa düşdük. Səkinə, Mehri. Bəli, müəllim. Tamam. Gəlin görək bunun neynisi var, yoxdur. Deməli belə. Neysə, deyəsən suallar qutardı deyəcəkdim, amma var imiş burada. Deməli belə. Necə? Neçə sualımız qalıb ki? Yəni bunlar da 50-yə qədər baxırıq. Hə, 4 dənəcik sualınız qalıbdı. Bəli, 50-yə qədər baxırıq. Deməli, bunların ikisi eynidir. İkisi eynidir. 2 dənə sual tipiniz qalıb deyəsən. Deməli belə. Yaxşı, gəlin baxaq. 43, 44. Fidan, oxu 43'ü nə deyir bizə? Mən piramida sualdım. Bu da piramidadır ki. Piramida da onda qalsın da, piramidanı keçəndən sonra. Onda bunlar da getdi. Bəxtiniz çəkdi, hə. 45 nömrəli sual. Fidan, oxu 45'i. Radiusu 1 sm olan kürənin həcmi, radiusu 1 mm olan kürənin həcmindən neçə dəfə böyük olar? Radiusu 1 sm olan kürənin həcmi 3'də 4, 3'də 4 pi olur. Ölçünü çevirmək lazımdır. Elə deyil. Bunu 10 santimetrə çevirək, 10 millimetrə çevirək. Onun kubu da elə bil ki. Ay sağ ol. Onun kubu da eləyir 1000. 1000 böl 3'də 4. 1000 millimetrdir də elə. 10 millimetre. Yəni aralarındakı fərq elə 1000 olacaqdı. Biri 1 olacaq, biri 1000 olacaq. Cavabı da 1000 olacaq. Ay sağ ol, düz deyirsən, düz deyirsən. Baxın, birini verib sizə 1 santimetr. Bu kimin sualıdır 45 ümumiyyətlə? Kimin sualıdır? Bir dənə baxsın. Uşaqlar, kimin sualıdır? Görsən mənim olmalıdır. Mən Mən indi gəldim. O sualları bilməm nəyə baxdınız. Sən bundan əvvəl baxdıqlarımıza baxmamısan? Xeyr. İşıqlar getməli. Yaxşı, videonu də izləyərsən, tamam mı? Oldu mu? Tamam. Çıxan kimi atacağım video qeydi. Uşaqlar, 2 dənə kürə var. Nurcan və Rəqsən 2 dənə kürə var. Birinci kürənin radiusu 1 sm. Mənim sualım deyil mənim. Fasım olur kimdir onundur. Tamam. Birinci kürənin radiusu 1 santimetrdir. İkinci kürənin isə radiusu 1 millimetrdir. Uşaqlar, biz bilirik ki 1 santimetr 10 millimetr deməkdir, elə deyilmi? Bunların ölçü vahidini eyniyə çevirmək lazımdır. Rəqsəni çevirmədiyinə görə bəlkə də səhv almısan. İndi sənə deyir ki, radiusu 1 santimetr olanın həcmi, radiusu 1 millimetr olanın həcmindən neçə dəfə böyükdür? Əgər qızım radius 10 santimetrdir, deməli 1 santimetrdirsə, bu 10 millimetr deməkdir. Bu zaman həcmi tapmaq üçün 3'də 4 pi kubdan istifadə edirsən də, onun kubu 1000 eləyəcək. İkincinin isə radiusu 1 olduğuna görə bunun da həcmi 3'də 4 pi 1'in kubu, yəni 1 olacaq. Qızım, bu bundan neçə dəfə çoxdur? Əlbəttə ki 1000 dəfə. Anladın? Bəli. Tamam, bunu silirəm. Getdik. Çalış sonuncu sual. Necə?
sualı kanla da tapmaq olur. Nisbətlər bərabərliyi ilə deyirsən? Bəli. Olar əlbəttə, olar. Deməli belə 46. Oxu Tünzəli 46-nı nə deyir bizə? Deyir ki, içərisində su olan silindrik qabda metal kürə tamamilə batırılmışdır. Silindrin oturacağının radiusu 6 santimetrdir. Kürəni çıxartdıktan sonra suyun səviyyəsi 1 santimetr enmişdir. Kürənin radiusunu tapın. Bu sualın başını bırakın gedək. Hara gedirsiniz? Yazan var aranızda 46. Burada birinci silindrin həcmini tapırıq, yəni suyun həcmini. O silindr bu. Pi-ni 3 veribdir. Bilməyib, hə. 36 pi eləyir. Sonra kürənin həcmini tapırıq. Bu 36 eləyir. Ondan sonra burada 3'də 4 el kubunu bərabər eləyirik 36-ya. Buradan eli 3 tapırıq, elə hesablayırıq. Yaxşı, bir dəfə də baxaq. Deyir, içərisində su olan silindrik qabda metal kürə tamamilə batırılmışdır. İndi tam batırılıb, boşluq qalıb, nə qalıb? İndi cümlənin davamında aydın olacaq bizə. Deməli, silindrin içinə bir dənə metal nə batırılıb? Kürə batırılıb. Uşaqlar, bizə deyir ki, indi şərtdə silindrin oturacağının radiusu 6 santimetrdir. Uşaqlar, oturacağın radiusu 6 santimetrdirsə, belə baxanda bunun da radiusu 6 santimetr olacaqdır, elə deyilmi? Razısınız da bununla. Onda belə çıxır ki, buradan bura qədər olan məsafə də 6 santimetrdir. Buradan bura qədər olan məsafə də 6 santimetrdir, tamam mı? Çünki kürənin radiusu 6-dırsa, elə bilin ki, diametri 12 olur da. Deməli belə, daha sonra deyir ki, kürəni çıxarandan sonra suyun səviyyəsi 1 santimetr enmişdir. Suyun səviyyəsi 1 santimetr enib demək nə deməkdir? Bunu başa düşmək lazımdır. Deməli, onda belə çıxır ki, gəlin birinci silindrin həcmini tapaq. Silindrin həcmi V bərabərdir, S oturacaq vurulsun, H-dır. Bu da neçə eləyir uşaqlar? Tünzələ neçə tapdıq silindrin oturacağının həcmini? 36 pi. 36 pi. Hündürlüyün qiymətini bilmirik də, elə deyilmi? Hündürlüyü hələ ki yazaq H şəklində. Kürənin həcmi nə olur? Burada enən suyun hündürlüyü elə H olur da, H1 olur. Onu götürəndə 36 pi olur. Ondan sonra kürənin həcmini tapırıq. 3'də 4 pi el kubudur da. Bu da enən suyun həcminə bərabər olur. Bunu 36 pi'yə bərabər götürürük. 6'nın kubu. Bu neçə eləyir bunu hesablayanda? Bir dənə həcmi deyin. Kürənin həcmi. Kürənin həcmi. Neçə eləyir? Bunu neçə hesablayırıq ki, kürənin həcmini istəyirəm. Kürənin radiusu hardan tapdıq? Kürənin radiusu bircə dəqiqə. Burada bir səhvlik getdi. Bircə dəqiqə. Kürənin radiusunu soruşur bizdən. Deməli, biz tapdıq 36 pi. Cavab nə çıxıb burada? Cavab 3 olur. Cavab 3 olur. Deməli belə, burada bilirsiniz nədir məsələ? Tünzələ, sən deyirsən ki, suyun səviyyəsi 1 santimetr enib, bu da hündürlüyün qiymətidir, elə? Suyun hündürlüyünün qiymətidir. Deməli, belə. Yox, bircə dəqiqə. Başqa yazanımız var? Məncə Tünzələ dediyi kimi eləsi olsaq, o V bərabərdir 3'də 4 pi el kubunu bərabər eləsi 36 pi'yə. Oradan eri 3 aldıq da. 3'də 4 pi'nin kubu bərabər 36 pi'yə. Burada pi'lər ixtisar edir. 3'də 4. İnşallah buna gələn belə yazaq, amma gələn dərs bunu qeyd edirəm, gələn dərs bir də baxarıq, yaxşı? Deməli, bərabərdir 36'ya. Sonra buradan erin kubu da bərabərdir 27'yə. Er də bərabərdir 3'ə. Amma bu balaca müəmmalıdır su məsələsinə görə. Bunu gələn dərs daha da ətraflı aydınlaşdırarıq, yaxşı? Uşaqlar, onda gəlin belə eləyək. Bunun davamına baxılacaq mütləq şəkildə. Bunun davamı nə qədərdir? Yazmısınız da elə deyilmi axıra qədər? Əsas budur ha. Baxın, burada açıq suallar var, vacib suallar da imtahanda iştirak edir. Xüsusilə bu sual düşüb hətta. Deməli belə, bunlara baxarıq gələn dərs 5-ci gün.
Və ev tapşırığı olaraq da 3-cü bölməni çalışın axıra qədər yazın. 11-ci sinif din test olsun. Yaxşı? 3-cü bölmə. Yaxşı, müəllim. Tamam. Tünzələ nəsə deyirdin?